Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və alə əlihi və sahbihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin əmmə ba'd. Bir daha esselamu aleykum və rəhmətullahi və bərəkatuhu qardaşlar. Yüce Allahdan diləyirəm ki, bizləri hər zaman belə xeyir məclislərində cəm eləsin, haqq deyilsin, haqq eşidilsin, batildən uzaq, haramdan uzaq. Allah Azze və Cəllə hər birimizə müvəffəq eləsin. Allah Azze və Cəllə şeytanın şərini bizdən uzaq eləsin, bizlərin qəlblərini birləşdirsin, bizləri qəflətdə düşməkdən qorusun. Qəflət. Qəflət yəni insanın böyük bir düşmənidir, qəflətə düşmək. İnsan qəflətə düşdüsə, istənilən günaha da düşür, istənilən xətanı da eləyir, istənilən azğınlığa da düşür, Allah qorusun. Deməli, qardaşlar, bugün Allahın izni ilə, müvəffəqiyyəti ilə istəyirəm ki, qəlblərin islahı haqqında olan hədislərdən davam eləyək. 10-cu hədisdir. Biz daha öncə götürmüşük əvvəlki hədisləri. Bu 10-cu hədisdir. Şeyx adını qoyur ki, Məxmumul qalb. Bu hədis, bu mövzunun adını qoyur, Məxmumul qalb. Bu nə deməkdir? Qəlbin çirkablardan təmizlənməsi. Və yaxud da ki, təmiz qəlb, paklanmış bir qəlb mənasını verir. İbn Məcə və başqaları Abdullah ibn Amr ibn el-As radiyallahu anhümədən rəvayət edirlər ki, Qilə li Rasulillahi sallallahu aleyhi və səlləm. Allah elçisi sallallahu aleyhi və səlləmə belə deyilir. Eyyun nəsi afdal. Ən üstün insan kimdir? Və ya İnsanların ən üstünü kimdir? Suala bax. Qal, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Kullu məxmumil qalbi saduqil lisani. Hər bir qəlbi təmizlənmiş olan, yəni hər bir məxmum qəlbli və saduq dilli, doğru danışan. Qalu saduqul lisani na'rifuhu. Deyirlər ki, düz danışanı, dili doğru danışanı biz bilirik. Düz danışanı da, dili düzgün danışır. Fəmə məxmumul qalbi. Bəs bu məxmumul qalb, qəlbi məxmum olan nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem soruşurlar. Qal, Peyğəmbər sallallahu aleyhi ve sellem indi o məxmum kəlməsi var. Onu izah eləyir. İndi mən bayaq deyim, qəlbin paklanması, təmizlənmiş qəlb və s. Baxın, gör Peyğəmbər sallallahu aleyhi ve sellem ona necə izah verir. Deyir ki, Huvəttəqiyyun nəqi. O, təqvalı və təmiz olandır, pak olandır. Sonra bax, həmən o təqvalı və təmiz olanı özünü izah eləyir. Deyir ki, Lə ismə fihi, və lə bağyə, və lə qillə, və lə həsəd. Həmən qəlbdə deyir, nə günah yoxdur, nə azğınlıq yoxdur, həddi aşmaq yoxdur, nə kin, nifrət, qərəz, pislik yoxdur, nə də həsəd yoxdur. Bax, ərəb dilinin gözəlliyinə bax, qardaş. Ərəb dilinin dərinliyinə bax. Hətta səhabələr belə başa düşmədilər ki, ərəb dilləri ərəb dilidir. Peyğəmbər sallallahu aleyhi ve sellem tələbələr bilmədilər ki, o kəlmə nədir? Bir dənə kəlmə istətdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Məxmum. Məxmumul qalb. Açılışına bax, məxmumul qalb nə deməkdir? Təqvalı və təmiz. Təqvalı və təmiz nədir? Günah olmayan, həddi aşmaq olmayan, kin, nifrət, pislik olmayan, həsəd olmayan bir qəlb. Deməli, bu hədisi İbn Məcə rəvayət edib və Şeyx Albani səhihləşdirib. Bu hədis səhih hədisdir. Şeyx Abdürazaq Əl-Bədir Hafizəhullah deyir ki, bu çox əzəmətli, şəni böyük olan bir hədisdir. Çox dəyərli bir hədisdir. Biz deyir, bunun əzəmətini, şəninin, hörmətinin, bu hədisin dəyərinin böyük olmasını həmən bu sualdan bilirik. Peyğəmbər sallallahu aleyhi ve sellem verilən sualdan biz bunun dəyərini bilirik. Sual nə idi? Sual, birinci sual. Sağ ol. İnsanların ən əfsəli kimdir? Ən üstünü kimdir? Sual bax. Eyyun nəsi əfdal?
sualı vermişdilər ki, insanların ən üstünü kimdir? Bu sual bu hədisin əzəmətini bizə bildirir. Çünki cavabda nə var? Ən üstün insan kimdir? O var. İnsanların ən üstünü kimdir, qardaş? Bu hədisdə onun cavabı var. Ona görə bu hədis çox əzəmətlidir. Bu ona dəlalət eləyir ki, səhabələr, Allah onlardan razı olsun, iman əhlinin birinin digərindən üstün olmasını bilirdilər. Və həmçinin onlar bilirdilər ki, iman məsələləri və imana dair olan əməllər hamısı eyni dərəcədə deyil. Fərqlidir. Çünki onlar ən üstününü soruşdular. Ən üstünü soruşsa, deməli, biraz aşağıları da var. Bunlar dedilər ki, biz bilirik də imanın dərəcələri var, amma onların içərisində ən üstünü hansıdır? Bu ona dəlalət edir ki, səhabələr bilirdilər ki, iman dərəcədir, eyni dərəcə deyil. İman artır, azalır, aşağısı var, yuxarısı var. Amma bəzi bidət əhli nə deyir? İman birdir. Murciyələr məsələn. Deyirlər, iman birdir. Artmır, azalmır. Amma səhabələr onun idrakində idilər ki, artır, azalır, eyni dərəcə deyil, dərəcə dərəcədir. Və onlar istədilər ki, ən üstünü hansıdır onu öyrənsinlər. Və ona görə soruşdular ki, insanların ən üstünü, ən əfzəli kimdir? Və bu, Peyğəmbər sallallahu aleyhi ve sellem cavabında da biz nə gördük? Bu ən üstünlük məsələsini Peyğəmbər sallallahu aleyhi ve sellem iki məsələyə qaytardı. İki məsələyə. Biri qəlbdir, biri də dildir, qardaşlar. Allah elçisi sallallahu aleyhi ve sellem xüsusi olaraq bunları qeyd elədi. Və yaxud da ki, sadəcə bunları qeyd elədi. Bunları xaslaşdırdı bu məsələyə. Dil və qəlbi. Və bu eyni zamanda nəyə dəlalət eləyir? Həmən bu iki şeyin təhlükəsinə dəlalət eləyir. Deməli, yəni insanlar bu iki şeylə ən üstün olursa, əksi nədir? Bu iki şeylə ən aşağı da ola bilər. Düzdür? Bu iki şey deməli insanın üstün dərəcələrə qalxmasına səbəb ola bilər. Eyni zamanda bu iki şey insanın dərəcələrinin düşməsinə səbəb ola bilər. Ona görə şeyx buyurur ki, insanın doğru yol üzərə olması ancaq onun dilinin doğru istiqamət üzərə olması ilə olur. Və insanın dili, qəlbi doğru istiqamət üzərə olmayınca doğru istiqamət üzərə olmur. İnsanın qəlbi düzgün olmalıdır ki, onun dili də düzgün olsun. Qəlbi düzgün olmalıdır ki, dili də düzgün olsun və dil də bu əzalardan biridir və digər əzalar da hətta düzgün olsun. Və dil də bu əzalardan ən, belə deyək ki, qəlbə yaxın olanıdır. İnsan qəlbində olanı əzalarından üzə verir. Amma ən tez hansı ilə verir? Üzə, dili ilə. Ən yaxın dil. Ona görə deyir, belə bir misal var ki, dil qəlbin tərcüməsidir. Dil qəlbin tərcüməsidir. Qəlbdə olanı nə edir? Üzə çıxardır. Və həmçinin dil bədənin zahirində olan bir xəlifə kimidir. Daxildə nədir? Qəlb. Zahirdə də dil. O dil də qəlbə tabidir. Qəlb çünki nə edir? Elə bir ki, bir şeyi qəlb əmr eləyir bir növ, dil də onu ifadə eləyir. Qəlbdən keçir. Seçim. Bütün əzalar qəlbə tabidir, başında da dil. Ona görə deyir, insanın salih olması, insanın doğru olması, haqq üzərə olması bu iki xislətə qayıdır. Qəlbi ilə dilinə. Qəlbi ilə dilinin islah olması, doğru yol üzərə olması insanın doğru yol üzərə olmasına gətirib çıxarır. Ümumən, bütün bədənini. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem bu suala bax bu cür cavab verir. Ki, insanların ən üstü hansıdır? Və o da deyir ki, doğru danışan və məxmumul qalb. Və qəlbi, yəni təqvalı olan, qəlbini təmizləyən. İman əhlinin bir-birindən üstün olması məsələsi, bir-birindən fərqli olması məsələsi sadəcə zahirdə olan, müşahidə olunan məsələlərə görə deyil. Əksinə nədir?
bu insanın daxilində olan məsələlərə qayıdır. Yəni insanların bir-biri ilə dərəcə etibarı ilə aşağı-yuxarı olması onların daxilindəkinə görədir. Hansı ki, o gizlidir və onu Allahdan başqa heç kim bilmir. Ola bilər ki, məsəl üçün bir insan dili ilə bir söz danışsın, amma qəlbində onun əksini düşünsün. Qəlbində onu yalanlasın. Hətta kəlmətü təvhid belə, la ilahə illallah belə. Münafiqlər görsən, la ilahə illallah deyir. Dili ilə yalandan, la ilahə illallah deyir, təkrar, amma ona bunun bir faydası yoxdur. Çünki içi onu neynir? Yalanlayır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, mən qalə la ilahə illallah sidqan min qalbihi. Kim deyir qəlbindən, sidqlə, sidq imanla la ilahə illallah deyərsə, hədisin ardı gəlir, yəni cənnətə girər, düzdür? Filan əcirləri qazanar. Amma əsas nədir? Qəlbdə sidq olması. Yəni dili ilə dediyini qəlbinin də təsdiq etməsi. Ona görə deyir, bu əzəmətli kəlmənin, la ilahə illallahdan əzəmətli kəlmə yoxdur, düzdür? Əzəmətli kəlmədir, tövhid kəlməsidir, cənnətin açarıdır. Bu kəlmənin qəbul olmasının şərtlərindən ən əsası nədir? Qəlbin də bunu təsdiqləməsidir. Qəlbin bunu təsdiqləməsidir. Ona görə deyir, qəlb və dil ikisi ətrafında dönür. Bir qulun salihliyi və fəsad olması və ya bir sözün, bir əməlin, istənilən bir sözün, bir əməlin doğru və yanlış olması, salih və ya fəsad olması bu ikisinin ətrafında dönür. Ona görə görsən də, saduqul lisani na'rifuhu deyir. Biz də doğru dili bilirik. Doğru dil, doğru danışan dil. Amma deyir, məxmumul qalb nədir? Məxmumul qalb. Deyir, şeyx deyir ki, əgər deyir, biz ərəb dili lüğətinə qayıtsaq, lüğət kitablarına və s. görərik ki, məxmum sözü mənalarından biri nədir? Evi məsələn süpürmək var. Çirkli bir şeyləri süpürmək, təmizləmək. Bax, məxmun mənalarından biri odur, təmizləmək. Sən, yəni nəyi təmizləyirsən evdən? Evdə ev əhlini narahat eləyən, onları incidən bir şeylər təmizləyir. Əgər sən o evdə saxlasan, o zibilləri, çirkabları və s. düzdür, silməsən, təmizləməsən, götürüb evdən kənara çıxarıb atmasan, o səni orada incidəcək. Və orada dərəcə olur. Az ola bilər, çox ola bilər. Hətta o qədər ola bilər ki, hətta sən orada heç yaşaya bilməzsən. İnsan ölər, xəstəlik tapar, düzdür? Evdə. Bax, bu kəlmənin ərəb dilində kökü bu yerə gedib çıxır. Təmizləmək. İndi Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi də məxmumul qalb, yəni qəlbin təmizliyi deməkdir. Qəlbi təmizləmək. Qəlbi təmizləmək nə deməkdir? Yəni deməli qəlbdə nəsə baş verir də, nəsə baş verə bilər, onu çirkləndirən, onu pozan, onun o təmizliyini pozan nələrsə olur ki, sən onu neysən təmizləyirsən. Nə tər ki, evi təmizləyirsən, qəlbi də bax, bu cür təmizləyirsən. Ona görə deyir, Əbu Ubeyd deyir ki, bu hədisin izahında. Deyir, hətta deyir, ərəblərdə bir belə misal var ki, evi deyir, süpürmək mənasında, evi süpürəndə, evi təmizləyəndə deyir ki, xamamtul beyt. Evi deyir, yəni təmizlədim. Xamamtul, bu da bir, belə deyək ki, təmizləmək mənasına gələn sözlərdən biridir. Və bax, Peyğəmbər sallallahu aleyhi ve sellem o sualın cavabında da nə deyir? Deyir ki, məxmum qəlb nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ət-təqiyyun nəqi. Ət-təqiyyun nəqi. Həm təqvalı, həm də təmiz. Təmizlənmiş, paklanmış. Təqva da mərufdur. Aleyküm salam. Təqva da mərufdur, bilinir, yenə də. Nəqi də nədir? Təmizlik, paklanmaq mənasını verir. Yaxşı. Təmizlik, paklanmaq mənasını verir. Nədən? Qəlbi nədən təmizləyirik? Nədən təmizləyib paklaşdırırıq? Onu da Peyğəmbər sallallahu əleyhi və səlləm yenə izah eləyir. Ən-nəqi deyir, təmiz odur ki, la ismə fihi və la bəğyə və la qillə və la həsəd. Təmizlənmiş qəlb o qəlbdir ki, orada nə günah yoxdur, nə azğınlıq yoxdur, həddaşmaq yoxdur, nə kin, nifrət, pislik yoxdur, nə də həsəd yoxdur. Bu şeylərdən təmizlənən qəlbdir, təmiz qəlb. Deməli, burada eyni zamanda nə fayda çıxır, qardaşlar? Qəlbin təmizliyi günahlardan uzaq durmaqla olur.
günahlardan qəlbi təmizləyirsən, qəlb olur təmiz. Yoxsa bəziləri deyir, mənim qəlbim təmizdir, amma orada içki içir, zina eləyir və s. söyüş söyür, qeybət eləyir və s. Belə yox. Bu adamın qəlbi təmiz deyil. Çox da ki desin. Zibil qabını gətirib qoyub evin ortasına, deyir, bizim ev tərtəmizdir. Halbuki evin içindən zibilliyi gəlir, hər tərəf zibillərdir. Sən o nə qədər desin ki təmizdir, sən ona deyərsən o ev təmizdir. Deməzsən, çöldə o bir maşının yarısını dolduracaq şey, zibil qabı onun evin ortasında təsəvvürlə. İndi bu adamın qəlbi günahlarla doludur. Asiliklərlə, fasiqliklərlə doludur. Deyir, durur, mənim qəlbim təmizdir. Namaz qılmır, oruç tutmur, zəkat vermir, zina eləyir, oğurluq edir, içki içir. Ən pis işləri görür, qumar oynayır, faiz verir, faiz yeyir, haram yeyir. Deyir ki, mənim qəlbim təmizdir. Nə olsun, əməlimə baxma, deyir. Mən zahirdə eləm bu əməllərimə baxma, qəlbim təmizdir. Ziddiyyətdir. Yəni möminlərə dil uzadır. Möminlərə düz olacaq əlbəttə ki eləsi. O dil uzatmaq özü də onun qəlbinin xəbisliyindəndir. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm nə etdi? İzah elədi. Dedi, təmiz qəlb odur ki, orada günah yoxdur. Bax, ism deyir. Vəl ism. Günah nədir? Burada günah deyəndə nə nəzərdə tutulur? İsm deyəndə. Qulla Rəbbi arasında olan günahlar. Əslində bağ da günahdır. Həddi aşmaq, ədalətsizlik, zülm, bu da günahdır. Amma ikisinin arasını ayırır Peyğəmbər sallallahu əleyhi və səlləm. İsm deyir və bağ. İsm qulun özü ilə Rəbbi arasında olan günahlardır. Əl-bağ da həddi aşmaq, zülm, ədalətsizlik, bu da qulun digər qullarla arasında olan günahlardır. Qulun digər qullarla arasında olan. Və sən nə edirsən? Qəlbini bu ikisindən də təmizləyirsən, paklaşdırırsan, saflaşdırırsan. Özünlə Rəbbin arasında olan günahlardan və eyni zamanda özünlə digər qullar arasında olan günahlardan təmizləyirsən.